Səyahətimə tam 6 gün qalıb. Mən heç nə hazırlanmamışam. Nə lük hazırlamışam, nə özümə baxım hazırlamışam. Mənim pişiyin səsidir. Gəlin tanış edin. Kral. Kral. Salam ver, salam ver, salam ver. Tərəziyə də çırpmamışam. Qorxumdan. İngilvarı baxsaq. Çəkim hal-hazırda çox göstərir. Məncə bu bozuq. Bozuq bu. Kral. Ürəyim. Toyuq dönəri yoxsa ət dönəri? Kotlet çörək. Burada mənim axşam yeməyim. Görək bu 6 günə neçə qram verəcəm. Direncim deyəcək ki, dayan. Ondan sonra dayanışım. Yox, hələ ki deyil ki. Səhər yeməyim. Avokado, pendir, xiyar, belə pərpətür. Hay Allah, inşallah ırxlayaram. Ne tersiz kızlar? Gedirəm tətil hazırlığımın manikür pedikür işlərinə. Gözəlləşmək. Belə. Koftanı da İtaliyada Venesiyadan almışdım. 9 avroya. Gün bitdi, biz də bitdi. Dırnaqlarımız solmalı. Ay gün. Kızın adı nədir? Kızı düz kağıt daşıyıb, gün ortaya tam Leyladı, gün ortadan sonra özüm ölüm fırçasına keçirib, kağıt daşıyıb. Bir də. Gecəniz xeyir. Bilmirəm mən fokusluyum yoxsa yox. Çamadanımı hazırlayıram. İnanırsınız mənim cəmi 2 saat vaxtım var ki, çamadanımı tez bazar hazırlayayım. Yatım, səhər tezdən qurmalıyam. Sonra burada geçən bir dənə qara çantası var. Böyle bu burada belə bağlı olsun. Bilmirəm, ancaq elə 2 dənə belə bir ayaqqabılarım var. Şəp-şəp təmizlərim. Bunları geyinərəm də, başqa neyim? Axşamı bunu geyinəcəm. Bir dənə yaxta partimiz var, 2 saatlıq. Azərbaycanlılar işlədir. Mini. Bilirəm ki, bu mini ilə çox, mini ilə daha doğrusu, şəhərdə gəzə bilməyəcəm. Yaxtaya gedəcəm partiyə. Partidən sonra libasımı dəyişəcəm buna və rahat şəkildə gəzəcəm. Temudan aldığım paltar var, Elə xoşum gəlir. Elə qəşəngdir ki, çox qəşəngdir. Bunu Abu Dhabidə geyinəcəm. Abu Dhabidə Louvre muzeyinə, bir də məscidə geyinəcəm. Məsciddə uzun bunun əbası var. Onu geyinəcəm. Çox qəşəng, elə qəşəng çıxır ki, çox xoşuma gəlir. Libasım var, bunu gül bağçasına geyinəcəm. Olacaq həyatımdan. Gedirlər, cin çıxardırlar. Bu yaxında bir günləri mənə qarşıma çıxır. O cin, mən bilmirəm niyə, müsəlmana gəlir, gecir çıxır. Bir dəfə də Fransıza getsin, girsin. Bir dəfə də Almana getsin, girsin o cin. Mikrobları mən özüm çox gözəl atıram. Son bir ildir o qədər özümə tək zaman ayırmışam ki, həyatımda olan bütün mikrobları çıxartmışam, çıxartmağa da davam edirəm. Düzdür, hərdən ağıllanmaram. Hər nəsə. Səssiz danışım ona görə ki, evdə yatanlar var. Bir saniye, sakit. Gözləri yeyə bilərəm, mən üzülürsən. Paltar yığma bu qədər. Gedim, kosmetik vasitələrini yığım. Pasportumu götürüm. Nəyim çatışmır. Bir də bilmirəm, çünki mənim çox qısa bir zamanım var. Çox. Deməli, səhər durmalıyam. Yorğunluqla necə duracam, bilmirəm, göz altlarım şiş, üzüm şiş olacaq. Mən də Allahda belə bəhanə axtarıram da ki, şişim. Diyet elədim də. Arıqlamaq əvəzinə kökəldim. Belə, çox qəribə bir şey. Sabahlar toydu. İşə gedəcəm. İşdən icazə almalıyam, salona getməliyəm, düzənməliyəm, toya getməliyəm. Toydan çıxıb getməliyəm havalimanına. Necə çatdıracam, bilmirəm. Kövrəldim özümə. Oynayaq, haydi.
çarə verilişi. Bəli. Mən istəyirəm sual verim, sizə vereyim. İstəyirsiniz operatorlara verin. Gəlin şəklini çəkib. 6 manat kassa ödənin şey. Buyurun, Natarsa peçat vurdurun, yaxşı yol sizsiniz. Go to the pet shop. Heyvan tükənə gedinə. Gəlmişəm toya hazırlaşmaya. İnşallah Türkan xanım gələcək, çatacaq. Saçlarımı eləyəcək. Qaşlarımızı əl gəzdirəcək. Sonra make-up əl üstə eləyəcək. Belə. Baxın Türkan xanım, əl eləyin. Əl eləyin. Salam. Kamera görəndə ilk sözü salam. Sən çox mədəniyyətli xanımsan. Hər kəsdən salamlaşma imandandır. Bəli. İbadətə. Məncə də çox qəşəng oldu. Bax. Bunlar belə qalsın, sizə can cavanlığına oxşayır. Hə, aysa Zibelcan. Qaymaq. Təşəkkür edirəm xanım. Hələ paltarı geyinəndə olacam bomba kimi. Mən sizə... Efendim işitmedim, bana bir müsaade. Haydi bana müsaade. Sen olan eşim. Toydan qaçıram indi. Əlimi dəyişib havalimanına. Yallah, getdik. Teyzem, nereye tatile gidiyorsun böyle? Prada çantan da güzelmiş. Yavrum Alaçatı'ya gideceğim. Hazırda çox yorğunam deyənə özünüz də gördünüz ki, videolardan toydaydım. Toyda götürəcək gəlmişəm. Hazırlaşdım yəni havalimanına. Bütün büdcəni deyəcəm, nə qədər xərclədim deyəcəm, nə qədər ödədim deyəcəm, haralara getdim, 4 günlük tərzdə nələr sığdırıla bilər, onu paylaşacağım hamısını. Sadəcə belə bir dənə qısa zaman vereyim, özümü toparlayayım, bölüşəcəm hər şeyi, danışacağım. Havalimanında pizza yeyirik, toyuqlu barbekülü 14 manatdır, 17 manat daha doğrusu və çay içdik, bir çaşka çay, ye, nuş olsun, bir çaşka çay da 2 manat, cəmi 21 manat ödəniş elədim. Çatdıq, 2 saat yarım uçurumuz oldu, sonra nədir, ilk gələnlər üçün başqa bir yerdən kontroldan keçdik, indi gedirik. Hələ ki bu saata kimi heç nə xərcləməmişik. Uçuşda sağ olsun pul xərclətmək istəyirdi, icazə vermədi. Çünki Azərbaycan hava limanında artıq biz 50 manat xərcləmişdik. Söz də deyə bilmədim, utqundum. Abu Dhabi hava limanından çıxdıq, transfer sifariş eləmişdik. Gedirik otelimizə, transfer maşınımızı göstərim sizə. Türkan xanım üçün Lexus sifariş eləmişəm. İndi bu komfortla gedəcək. 70 dollara danışmışdım. Gəlmişik otelə. Hələ ki o qədər yorğunam ki, heç bir məlumat vermədim sizə. Bir rahatçılıqla məlumat verəcəm. Pullman oteldəyik bu arada. Otağımıza çıxmağımıza elə vaxtımız var. Saat 2-dədir, biz səhər saat 8-də bura çatmışıq. İndi yüngülvari bir şeylər yiyəcəyik. Oteldə dincələcəyik, gedəcəyik hovuzundan, günəşlənəcəyik, belə filan. Neysə, sözləri də yeyirəm. Çünki acam.
yemək nə seçim bilmirəm. Qararsam Türkan xanım. Kefsizi. Boksda mı? Belə yeməkləri var. Seçim edə bilmirəm. O qədər yorğunluq ki, o qədər qəribə yorğunluqdur. Ona görə ki, bura gələnə kimi biz biraz yuxusuz qalmışıq. İşlərimiz çox olub, yəni bugün hədsiz çox yorğunuq. Amma belə də, yəni bura gəlmə yorğunluğu yoxdur. Bura çox rahat gəlmişik, komfortlu gəlmişik. Sizə detallı məlumat verəcəm. Oradan yemək yeyim, özümə gəlim, istirahət edeyim. Atelimi də başdan ayağa çəkəcəm sizə, danış edəcəm. 30 manatlıq səhər yeməyim, 2 dənə yumurtaya, 2 dənə dilim çörəyə, altındakı da qatıq süzməsinə. 30 manat. Yumuşaq bir qatı. Çörəyi buran kimi əzilir. Bəziləri qatıdır, daş kimi pişirir. Daş! 30 manatlıq yumurtalı, qatıq süzməli. Niyə ki 30 manat vermişəm, mən elimdə qoluna çəkməliyim, xalqı göstərməliyim. Xahiş edirəm çörək milli Oy Allah, ilk gündən qırğın. Yemək qırğını gelir bizdə. Yumurta bilirsiniz nədir? Qızıl yumurtlayan qazın yumurtası. Bahalı bir şeydir, bahalı yumurtalıdır. Hoş olsun. Mən yarıçı düşürüm. 9 manata çörəyimiz və kərə yağımız. Necə manata? 9. Bu da bizim otaq. Çox qəşəng otağımız var. Çox qəşəngdir amma, çox şirindir, səpsəliqəlidir. Bu da mənzərəsi. Deməli, bizim otaqla duşu ayıran sadəcə ola bir dənə şüşədir. Gedib də yaxından incələyib. Bir də bu arada ən xoşbəxt olduğum nüans otağımızda ütü masası var. Çox xoşbəxtəm, çox. Çünki paltarlarımızın hamısı qırışıb burada. Sevindim. Yay paltarlarda istərsəniz qırışacaq. Burada nə var? Ekstra bir şey. Bu bizim ayaq yolumuz, hamamımız, sözdə deyə bilmədim. Hamamdan otağımızın mənzərəsi. Cidden çox səliqəlidir Pullman Otel. Gəlsəniz peşman olmarsınız. Big like. Günümüzün ilk axşam yeməyinə çıxırıq. Bugün sadəcə pasiv istirahət eləmişik. Oteldə keçirtmişik. İndi beləcə hazırlaşmışıq. Türkanı da qoyu göstərim sizə. Nə gözəlsiniz xanım. İncə, zərif. Bugün elə də lüks bir restorana getməyəcəyik. Dubai Mall'da nə tapsaq, atışdırarıq, yeyərik. Atelimizi sizə çəkib göstərəcəm onu sabahlar. Daha detallı. Burç Xəlifə Shows. Çox heyif ki burada şov var idi, suların şovusu, onu bağlayıblar. Amma yerini də belə gözəl görüntü qoyublar ki maraqlı olsun. Gözlər o fontan şovunu axtarmasın. Wow.
Çok nəhəngdi, çok gözəldi. Baymalı gəzirik, çəkmirəm buraları. Özüm kimi ürək ağrısını yaşatmaq istəmirəmsə. Yəni lüksün lüksü, ekstra lüksü, double lüksü. Neyse. Gün akşam yemek için yer tapmadık. Yerler var idi ama qiymətlər çox dəhşət bahadır. Bir restorana gəldik və restoranın yeməklərinin böyüklüyünə bilən baxın, zəhmət olmasa. Yəni tam-tamına 2 nəfərin full doya biləcəyi yeməklər. 40 manat. Daha ucuz. Daha ucuzmuş. Otelimizin mənzərəsi Burj Xəlifə. Hovuzun. Təbii ki, mən səhər tezindən gəlmişəm. Uzanıram və mənim kimi bir neçədən ağıllılar da səhər tezindən gəlib. Türkan xanımı gözləyirəm. Həm də o gələnə kimi də tek başıma istirahət edirəm. Kitabım da burada. Bunu da açıq oxuyaq. Xeyirli olsun. Yaxda gəzintisinə. Bir əl elə. Türkan xanım. El eləyim. Bir arada mən özüm qırmızı libasımı çəkəm. Sayan yox, mən çəkən yox. Cemaat var. Haftamız. O bayaq göstərdiyim oğlan bu yaxtanın işlətməcisidir. Turları yəni ondan ala bilərsiniz. Fotosesiya. 2 saat buradayıq. DJ olacaq, əylənəcəyik, bomba kimi. It's a long line, but if you don't care, because you can get a gəlmişik, acından ölürük. İndi yeməyimin dadına baxıram. Məncə çox dadlı. Türkan ləyləvi bildir yeməklə bağlı. Acam dedim. Ona görə dadlı gəlir. Amma dadlı da yox. Həm də ki, bol-bolnadır yeməklər. Yəni, qiymətinin haqqını ödəyir. O yetim doyduran sözü var ha. Həqiqətən 5 dənə yetimi doydurardı. Bir yeməyimiz. Geri 45 manatdır. Mənim pastamda 40, 38, 39 manat belə civarında. İçə gedirik. Özümüz üçün yemək aparacağıq. Bunlara toplam, hətta burada bir əlavə sular da var idi. Onları axşam içmişdim. 25 manat vermişəm. Belə. 3 dənə xiyara, bunun bunun üstündə deyim də təqribi 70 qəpik falan vermişəm. Neyse. Gedirik. Otelimizin qayıtmışa transferi var. Aparır və gətirir. Biz bundan yararlanırıq. Özəsi qayıda gedən yolları göstərir.
Qumu tərtəmiz. Suyuna girməmişik, amma tərtəmiz olduğunu görürəm. Şou olsun yenə belə düzlük, şəkillik. Mənzərəmiz də bu. Birgə. Atelimi sizə heç göstərməmişəm. Dedim göstərəcəm, göstərmədim. O qədər istirahətə vaxt ayırdım, qəti sürətçi. Çünki Dubay belədir də, yəni çəkib göstərə biləcəyim bir yer yoxdur o qədər də. Ancaq pasiv istirahət, otelində ya da hansısa bir beachdə keçirdəsən günü. Sonra gedəsən, yemək yeyəsən, yenə gəlib yatasan. يعتبر الدولة إلى الولايات المتحدة غدا في خطوة عسى اتخاذها إلى حماية البلاد من الإرهابيين الأجانب والدول التي يشملها أحضر للسفارين إيران وكينيا الصومال والسودان واليمن وأفغانستان وميانمار وتشاد وجمهورية الكاميرون الاستوائية وأريتريا ونيجيريا. قالت إدارة رئيس الأمريكي أنها ستنشر الفيديو الحرس الوطني في لوس أنجلوس بوقت وجه فيه موظفون جهاديون بضع مئات من المحتجين لليوم الثاني على التوالي باحتجاجات أعقبت مداهمات على المهاجرين. Çərçivədə bilirsiniz də nədirsə. Biri yeni şəhəri, biri köhnə şəhəri təmsil edir. İndi də yaşamış görürəm orada. Türkən gör səni necə qəşəng yerlərə gətirmişəm. Bax. Çox gözəl. Olmuşsan şokolatka. Bəh. Gələcəkdə mən. Ərəb şeyxim və övladımız. İnşallah. Bəxt ağacı deyirlər buna. Özümdən uydurdum. Burası əslində tarixi bir yeri deyirlər. Özləri düzəldiblər buranı ki bir tarix olsun. Tarixini izah etmiş bir yerdir. Tarixini izah etmiş bir yerdir, nə deməkdir? Bilmədim. Bəs bura səs yazaram. Aytül. Bağlanır. Başımızı bağlayırlar. Yaraşdı. Ancaq gözü gəlir. Mən Həlimə Sultan dedi. Çox ağır olduğuma görə. Niyə girdim? Başımı bağladılar Türkün artıq. O qədər qızı da girəm. Asaf küçələri Türklərin kapalı çarşısı tərzində. Ancaq məşhur Starbucks. Çatdıq. Türkan xan, sizi Starbucks'a gətirmişim. Dedin ki, kofe istəyirəm, mən də gətirdim sənə. Dubayda Starbucks'a.
Gece saat 4'te hara getmişdim bala. Rayona gedirdim, bu gün mü? Gece saat 4'te. Ha, biraz tez olmuştum. Dubai'de son gecemizi eğlenceyle geçirmek istedik. Gelmişik Qəsbəyə. Kızlar gecesi değil mi bugün? Bittik. All the girls are falling in love. I just have a question. Başladığımız yere geri döndük. Bu restoranda başlamıştı Dubai maceramız. Burada başlamıştı. Dubai'nin bahaçılığı bu restoranda başlamıştı. Soğutma yumurtaydı. Qatıq süzməsi ilə indi hal-hazırda belə bir şirniyyat, ice latte, americano ilə bitirir. Dubai gəzinti yekunlaşır. Maraqlı Paris'e istirahət idi. Dincəlməli bir istirahət idi. Belə indi gedirik Abu Dhabi'ye. Bir günümüzü orada geçireceğiz ve döneceğiz yarın olacak inşallah. Allah daha çok gezmeyi, görmeyi kısmet edersin. Terimizden sağlaştı. Gelirik. Hadi gidelim, atölye 5 tane
Bir gözəlliyə baxın, ilahi pərverdigara. Necə gözəldir. Çox vahiməli gözəldir. Wow. Wow. Qapıdan çəkə bilərsən. Yaxşı. Gəlim. Mənə də dön bax.